həm də çox asan olan bulka reseptini paylaşacağım. Yarım xörək qaşığından biraz artıq mayam, yarım stəkan şəkər tozu əlavə etdim, bir ədəd yumurtam və yarım stəkandan bir barmaq az olmaqla duru yağdır. İçində qalanını isə xəmirin üzərinə əlavə edəcəm və yarım çay qaşığı duz və bir paçka vanil əlavə edirəm. 4 stəkan undu və bunu hissə-hissə əlavə edib qarışdırıb xəmiri yoğururam. Xəmiri götürüb masanın üzərinə qoyuruq. Masanın üzərini yağlayıb və ya unlaya bilərsiniz. Ondan sonra xəmiri 2 hissəyə bölüb hər hissədən də kündə hazırlayıram. Xəmiri götürüb bu cür yaymağa başlayıram. Yaydıqdan sonra üzərinə duru yağ əlavə edirəm, fırça ilə yayıram və ondan sonra 2 qaşıq şəkər tozu əlavə edirəm. Və bu cür belə rület formasında bükürəm. Və üzərini belə qatlayıb, üzərini yasladandan sonra bıçaqla kəsirəm. Bu cür belə ürək forması alınır və bundan sonra bunları listə yığıram. Bulkalarım artıq hazırdır.